Əgər övladınıza diqqət əksikliyi və hiperaktivlik pozuntusu diaqnozu qoyulubsa və ona necə dəstək olacağınızla bağlı bir fikriniz yoxdursa, videoda sizə izah edəcəyim metoddan istifadə eləmək sizin üçün faydalı olacaqdır. Diqqət əksikliyi və hiperaktivliyi olan uşaqlar əsasən etdikləri yanlış davranışların fərqində olmurlar. Buna görə də bizim onlara qadağalar qoymağımız, olmazlar, eləmələr kimi ifadələrdən istifadə etməyimizin bir mənası olmur. Biz bunun əvəzinə onlarda fərqindəlik yaratmaq, etdikləri davranışı analiz etməyi öyrətmək və bu etdikləri davranışlardan nəticələr çıxardıb mənfi davranışları müsbətlə əvəz etməyi öyrətməliyik. Bunun üçün uşaq hər hansısa bir davranışı icra etdiyi zaman bu prosesin məzmununu ondan soruşub, bunu niyə etdiyini və etdiyi şeyin niyə yanlış olduğunu və bunun hansı nəticələrə gətirib çıxaracağını soruşmaq o uşaqda müntəzəm olaraq bunu etdiyiniz zaman fərqindəlik yaradacaq. Təbii ki, bu zaman alan və səbir gərəkdirən bir prosesdir. Bununla yanaşı mütəxəssisdən yardım almağınız da vacibdir.